məsələ izahına baxaq, əhali ilə bağlı. Qeyd edir ki, dünya əhalisi sayı 2000-ci ildə 6250 milyon, yəni 625 milyar kimi hesablamamız rahat olsun milyar. 2012-ci ildə isə 7 milyar nəfər olmuşdur. Əhalinin sayı orta illik artım, demir ümumi artım, orta illik artım. Yəni burada 12 il fərq var. Ona görə burada diqqətli olaq. Deməli, əvvəlcə nə edirik? Ümumi artımını tapırıq. 7 milyarddan çıxırıq. 7 milyarddan çıxırıq. Altın %25. Burada eləyəcəyiz %75 milyard. Və biz ümumi artım faizini tapmaq lazımdır ki, sonra onu 12'ye bölək, orta illik artım faizini tapaq. Deməli, birinci yenə də 625 milyardır götürəcəyik 100%. Daha sonra buradakı tapdığımız artımı götürəcəyik x faiz. Buradan x tapacaq, eləyəcək 12%. Çarpı durma üstündən. Və bizdən orta illik soruşduğu üçün 12 il fərq var. 12'yi də böləndə 12 eləyəcək